Şadlıq Sarayının hər iki zalında toy olub. Onlardan 21 nəfərinin zəhərlənmə faktoruna bağlı məlumat yayılır. Nədən olub zəhərlənmə, səbəb nədir? Şadlıq Sarayı tərəfindəndir, qida tərəfindəndir. Bununla bağlı məlumat yoxdur. Belə ki, qidalarda bakterial zəhərlənmə olub. Azdır bu gördüyünüz məhsulların hamısı Qida Təhlükəsizlik Agentliyinin sertifikatı əsasında alınan məhsullardır. 21 nəfər zəhərlənibsə, Şadlıq Sarayının digər zalında da başqa bir toy olub. O zalda niyə zəhərlənmə olmayıb? Burada bir qaranlıq məqamlar var. Siz deyirsiniz ki, 21 nəfər, amma ümumi məlumatda 32 nəfər olduğu qeyd olunur. Dünən gecə olan məlumat 21 nəfər olub. Bəs toyda spirtli içki verilirdi. Verilirsə siz tərəfdən verilirdi, yoxsa ev sahibi tərəfindən? Yox, spirtli içki biz tərəfindən ümumiyyətlə Şadlıq Sarayında verilmir. İçki verilibdir hələ. Dünənki məclisdə içki verilib, bəli. Özləri gətirib, yoxsa sizin tərəfinizdən? Biz tərəfindən verilib. Bəli. Bəs bayağı bizə də ev sahibi. Mən sizə deyəm, müxtəlif zallarda məclislər olub. İçkini siz vermisiniz, yoxsa ev sahibi verib? Biz vermişik.